Məktəbəqədər dövrdə gün rejimi nədir dedikdə, müxtəlif fəaliyyət növlərinin, istirahətin və qida qəbullarının müddətinin təşkili və bölgüsü nəzərdə tutulur. Gün rejiminin bir neçə komponentləri var. Bunlar hansılardır? 1. Yuxu 2. Tədris məşğələləri 3. Açıq havada gəzinti 4. Oyun fəaliyyəti 5. Qida qəbulu. Yuxu bütün fizioloji sistemlərin, baş beyin qabığı hüceyrələrinin fəaliyyətinin tam funksional bərpasını təmin edir. Gün rejiminin ikinci komponenti olan açıq havada qalma, yəni gəzinti. Gəzinti uşaqların orqanizminin möhkəmlənməsinə və ultrabənövşəyi şüa çatışmazlığı profilaktikasında müsbət təsir vasitəsidir. Üçüncü komponentimiz tədris məşğələləridir. Erkən yaşda tədris məşğələləri oyun səciyyəsi daşıyır. Yəni, nitqin inkişafına yönələn davamlı məşğələlər bağçada 20-30 dəqiqə keçirilməlidir. Digər komponentimiz oyunlardır. Oyunlar bildiyimiz kimi uşaqların həyatında çox mühüm vasitədir. Yəni, uşaqlarda müsbət emosiyalar yaradır. Oyunların keçirilmə müddəti 4,5 saat müddətini əhatə edir. Gün rejiminin sonuncu komponenti qida qəbuludur. Qida qəbulu əsasən uşaqlarda gigiyenik, mədəni vərdişlər tərbiyə edir. Əziz tərbiyəçi müəllimələr və gözəl tələbələrimiz, dərslərimizə qoşulmaq istəyirsinizsə, aşağıdakı nömrə ilə əlaqə saxlayın.